Allah Teala Kur'an-ı Kerim'de buyurur. Fes'elu ehle zikri in kuntum la ta'lemun. Bilmədiklərinizi bilənlərdən soruşun. Bilmədiklərinizi bilənlərdən soruşun. Peyğəmbər sallallahu aleyhi və səlləmə Qur'an nazil olduğu zaman o bilənlər kim idi? Yəni Allah Resulü sallallahu aleyhi və səlləmə Qur'an nazil olurdu. Və məsələlər işğal qalırdı. Bəziləri anlayırdı, bəziləri anlamırdı, bəziləri aydındır. Allah Teala buyurur ki, bilmədiklərinizi bilənlərdən soruşun. Kimdir bilənlər? Yəni sənsənmi? Yoxsa o bilənlər kimdir? İn kuntum la ta'lemun. Əgər bilməsəz, bilmədiklərinizi bilənlərdən. Alimlərə Allah Teala yönəldib insanları. Əgər alimlərə yönəldmək varsa, deməli izaha ehtiyacı var. Yəni Allah Teala izaha yönəldib insanları, şərhə və bəyana yönəldib insanları. Aydındır? Şərhə bəyana yönəldibsə insanları, Qur'an kimlərə nazil olub? Allah Rasuluna xas və onun dövründə yaşayan sahabilər isə o vəhyin nazil olmağını görüblər. Və o ayələr hansı münasibətdə, nə üçün və necə nazil olduğunu biliblər. Onların o ayələr nə üçün və necə nazil olmalarını bizə izah eləmələri sənin bizə izah eləməyindən daha mötəbərdir. Çünki onlar o vəhyin nazil olmasının şahidləridirlər. Yox, əgər sənə görə yoxdursa elm adamları, hansı ki Allah yönəldib ki, bilmədiklərinizi zikr əhlindən, elm əhlindən soruşun, o zaman sən Allahın ayətini təkzib edirsən.